Hər vaxtınız xeyir olsun əziz dostlar, hər birinizi salamlayıram. Bildiyiniz kimi bu yaxınlarda yeni ruh məhsullarının toplusu işıq üzü görüb, Vicdanı Yaşadan Səs adlı kitabım 2025-ci ilin may ayının 8-dən artıq satışdadır. Evladlara ey atalar, analar, pisliklərdən gen olmağı öyrədin. Ümid yeri, aman yeri olmağı, yaxşılara tən olmağı öyrədin. Aşlayın etibarı, ilqarı, mətinliyi, dürüstlüyü, vüqarı. Adam kimi davranmağı, rəftarı, xoş, gülərüz, şən olmağı öyrədin. Ucaltmağa insanlığın üstünü, tutsun hər vaxt bu yolun ən üstünü. Örtmək üçün eyiblərin üstünü, yeri gəlsə çən olmağı öyrədin. Uzaq dursun bicdən, gicdən, kələkdən, yerli yersiz deyinməkdən, giləkdən. İş görəndə can yandırsın ürəkdən, hər müşkülə yön olmağı öyrədin. Zülmət deyil, öyrədin dan olmağı. Hər bir işdən öncə insan olmağı, öyrətməyin qan töküb can almağı, ürək verib can olmağı öyrədin.